Uşağın mədəsi görünmür. Müayinə zamanı uşağın mədəsi boş ola bilər. Yəni biz uşağın mədəsini görmədikdə dərhal problem var deyə dəyərləndirməməli, anaya müəyyən vaxt verməli, ana müəyyən müddət gəzdikdən sonra təkrar baxmalıyıq. Çox zaman olur ki, təkrar baxış zamanı biz həmin mədəni görürük. Nadir hallarda mədəni görməsək, onda müayinəni daha genişləndirməli və səbəbi axtarmalıyıq. Uşaq ödəmlidir, dəraltı qalınlıq artıb. Bu dəraltı qalınlıq ümumiyyətlə genetik problemləri təyin etməkdə çox mühüm əhəmiyyət kəsb edir, amma dəraltı qalınlığın da düzgün ölçülməsi çox vacibdir. Plasenta aşağıdadır. Plasentanın aşağıda olması bəzən olur ki, erkən həftələrdə hamilə pasientlər bizə bu sualla müraciət edirlər. Qeyd edim ki, 16 həftəyə qədər plasentanın aşağıda olması heç bir əhəmiyyət kəsb etmir. Çünki 16 həftədən sonra plasenta miqrasiya edə bilir. Hamiləlik böyüdükcə plasenta da yuxarı qalxır. Əgər 16 həftəyə qədər bu söz deyilibsə, bunun heç bir önəmi yoxdur. 16 həftədən sonra deyilibsə, hər müayinə zamanı plasentanın yerinin dəyişib-dəyişməməsinə diqqət yetirmək lazımdır.